Salamlar hər kəsə. Bugünkü dərsimiz Şirvanşahlar Dövləti və Şəki hakimliyi 13-14-cü əsrlərdədir. Deməli, 1220-21-ci illərdə Monqolların yürüşü zamanı Şirvan da bu yürüşə məruz qalmışdı. 25-ci ildə Xərəzmşah Cəlaləddin yürüş etmişdi və bu zaman Xərəzmşahların bundan öncə, yəni hakimiyyətdə olan 25-ci ildə yürüşdən qabaq hakimiyyətdə olan 1-ci Axistan Xərəzmşahların qüdrətini deməli artdığını görərək onlarla dostluq münasibətləri saxlamışdı və burada deməli Xərəzmşah Cəlaləddinin yürüşü Şirvana 1227-ci ildə olacaqdı. Bu zaman isə hakimiyyətdə 1-ci Fəruburz idi. 1-ci Fəruburzun dövründə 1227-ci ildə Cəlaləddinin yürüşü zamanı müqavilə bağlayır, 100 min dinar xərac ödəyərək asılı vəziyyətə düşür, yəni daxili müstəqilliyini qoruyub saxlayır. Və 1231-ci ildə Monqolların ikinci yürüşü baş verir. Monqolların ikinci yürüşü zamanı yenə də asılı hala düşür və 1239-cu ildə Şirvan və Dərbəndin tutulması ilə həmin bu iki ərazidə Ali Monqol xaqanlığının tərkibinə qatılır və Azərbaycanın işğalı Monqollar tərəfindən başa çatdırılır. Belə deyək ki, 3-cü Fəruburzun dövründə həm Cəlaləddinlə, həmçinin də Monqollarla deməli xoş münasibət göstərərək, onlara müqavimət göstərməyərək hər ikisinin təsir dairəsinə düşür, xərac ödəyir və öz varlığını qoruyub saxlayır. 2-ci Axistan hakimiyyəti dövründə Azərbaycan Monqolların 3-cü yürüşünə məruz qaldı. Yenə onlara tabe oldu, dağıntıdan xilas oldu. Yenə də deməli Şirvanşahlar öz adlarına pul kəsirirdilər, qoşun saxlayırdılar, nizami dəstələr təşkil edirdilər və döyüşlərdə, səfərlərdə iştirak edirdilər. Yəni daxili müstəqilliyini qoruyub saxlaya bilibdi. Çobani yürüşünün qarşısı alınıbdı Şirvana Axistan hakimiyyəti dövründə öz qüdrətini qoruyub saxlayıb dediyimiz kimi. Çavuz İbn Şeyxubadın dövründə deməli Elxanilərin süqut etmə ərəfəsi idi və Şirvanşahlar daha da fəallaşdılar, müstəqilliyə can atdılar. Daxili müstəqilliklər onsuz da qalırdı və bu zaman xərac vermədilər artıq. Bu dövrdə Cəlalilər hücum edən zaman Cəlaliri hökmdarı Şeyx Üveysi xərac verməkdən imtina etdilər. Bunun nəticəsidir ki, 1387-ci ildə Şeyx Üveys hücum edəcəkdi Şirvana və Şirvanı özünə tabe edəcəkdi. Və bundan sonra isə bilirik ki, Azərbaycanın işğalı Cəlalilər tərəfindən tamamilə işğalı 1367 ilə götürülür, Şirvanın tabe edilməsi ilə götürülür. Və Şeyx Üveys Şirvana yürüşünün əsas səbəbi də ondan ibarət idi ki, Çavuz İbn Şeyxubad Təbrizdə də yürüş etmişdi. Yəni bu da onun Şirvana yürüşünün əsas səbəbi idi. Huşəngin dövründən danışaq. Huşəngin dövrü yəni pis olubdu. Addımlar atıb ki, dövləti düzəltsin, yəni qüdrətini bərpa etsin, lakin eləyə bilməyibdi. Muğanı Şirvana tabe edibdi. Qəddar olduğuna görə 1382-ci ildə üsyan qaldırıb onu hakimiyyətdən deviriblər. Bunlar hamısı Kəsrani nümayəndələridir. Bilirik ki, Kəsranilər 1027-ci ildən 1382-ci ilə qədər hakimiyyətdə olubdu və 1382-ci ildə Huşəngin öldürülməsi ilə üsyan nəticəsində Kəsranilərə son qoyuldu. Hakimiyyətə yeni sülalə olan Dərbəndilər gəldi. Dərbəndilər 1382-ci ildən 1538-ci ilə qədər bu dövlətə də, daha doğrusu bu sülaləyə də son qoyacaqdı. Təhmasib, Səfəvi hökmdarı 1-ci Təhmasib. İndi isə Dərbəndlərin ilk nümayəndəsi olan İbrahim Dərbəndi haqqında danışaq. Qabaqçı dərslərdə biraz dedik, Teymurun yürüşü zamanı ağıllı siyasətçi şəxs olubdu və onun dövründə diplomatik bacarığından istifadə edibdi. Burada ərazisini göstərək, bilirsiniz ki, müasir Azərbaycanda bir üçbucaq, mən həmişə buna deyirəm. Nə cür üçbucaq? Burada Kür çayı, Xəzər dənizi və bu hissə, yəni bir üçbucaq təşkil edir. Burada Şirvanşahlar dövlətidir. Şimaldan Teymurilər, daha doğrusu şimaldan Qızıl Ordu dövləti idi, cənubdan isə Teymurilər idi və o müttəfiq olaraq Teymuru seçdi. Çünki Teymur bilirdi uzaq təhlükədir, burada möhkəmlənə bilməz. Yəni öz qüdrətini qoruyub saxlamaq üçün, varlığını qoruyub saxlamaq üçün Teymura birinci yürüşdə tabe olacaqdı, Qarabağda onun hüzuruna çıxacaqdı. Kimə qarşı? Təbii ki də Qızıl Orduya qarşı. Qızıl Orduya yürüşü zamanı 1395-ci ildə Terek çayı sahilində döyüşdə onunla müttəfiqlik əlaqəsi saxlayacaqdı. Yəni
Teymurilərlə müttəfiq olub Qızıl Orduya hücum edəcəkdi. Həmçinin Ankara döyüşündə 1402-ci ildə Teymurla müttəfiq olub Osmanlılara yürüş edəcəkdi. Yıldırım Bəyazitə qarşı mübarizə aparacaqdı. Yəni bunu etməkdə məqsədi öz daxili müstəqilliyini qoruyub saxlamaq idi. Həmçində öz hakimiyyətini yayıbdı Qarabağda, Şəkidə, Dərbənddə və Qəbələdə, bu kimi ərazilərdə öz hakimiyyətini yayıbdı və burada qeyd edir ki, Əmir Teymur Qızıl Orduya qarşı Dərbənd səddini hətta burada təmir də elətdiribdi. Yəni Dərbənd səddini təmir etdirən hökmdarlar sırasında gedir. İbrahimin Azərbaycanı birləşdirmə cəhdi, bilirik ki, 1405-10-cu illər Azərbaycanda çaxnaşma dövrüdür. Azərbaycanda hakimiyyət uğrunda müxtəlif dövlətlər mübarizə aparıbdı və Teymurilərə qarşı qiyamdan istifadə edərək, yəni burada xəritədə cənub sizə göstərilməyibdir, Azərbaycan cənubunda Ərdəbildir, Marağadır, bu kimi ərazilərdə üsyanlardan istifadə edərək 1-ci İbrahim 1405-ci ildə Əmir Teymur öldükdən sonra Azərbaycanı birləşdirmə siyasəti yeridəcəkdi və Gəncə, həmçində Qarabağ ərazisini özünə birləşdirəcəkdi və 1405-ci ildə deməli burada öz müttəfiqləri ilə Gürcü həmişə müttəfiq olub, belə deyirik. Seyidi Əhməddir, Ərdəbil və Gəncə hakimləri ilə birləşərək Teymuri Öməri məğlubiyyətə uğradacaqdı. Uşaqlar, bu 1-ci Kürçay sahilində döyüş adlandırılır. 2-ci Kürçay sahilində döyüşü biz gələcək dərslərdə deyəcəyik. Deməli, 1-ci Kürçay sahilində döyüş 1405-ci ildə oldu. Müttəfiqləri Gürcü, Şəki və Ərdəbil Gəncə hakimlikləri ilə birləşərək Teymuri Öməri məğlub etdi və Teymurilərin Şəki, Şirvan, həmçinin də Gürcüstan dağlığına son qoydu. Belə deyək, 1405-ci ildə Miranşahın oğlu Əbu Bəkirə qarşı üsyandan istifadə edərək, həmçinin də cəmaatı soyub talayırdı. Bundan istifadə edərək 1406-cı ildə Təbrizə hücum edəcəkdi və 2 aylıq da olsa Azərbaycanı vahid dövlətdə birləşdirəcəkdi. Sonradan eşidəcəkdi ki, Qara Yusif və burada deməli Sultan Əhməd Azərbaycana geri dönür, məcbur hakimiyyətdən əl çəkib Şirvana geri çəkiləcəkdi. Şərqi Gürcüstan da 1407-ci ildə bir müddət öz hakimiyyəti altında birləşdirəcəkdi. Deməli, Şirvanşah İbrahim Azərbaycanı vahid dövlətdə 2 aylıq da olsa birləşdiribdi. Belə deyək, sonradan öz vətəninə geri qayıdacaqdı. Bu da gələcəkdə Şirvanşahlar dövləti ilə Qaraqoyunlular arasında müharibəyə gətirib çıxaracaqdı ki, onu da gələcək dərslərdə deyəcəyik. İndi isə keçək Şəki hakimliyinə. Şəki hakimliyi bu dövrdə 1229-cu ildə Şəkidə, Qəbələdə vəzir və valilər tərəfindən idarə olunurdu. Monqolların tərkibində idi. Elxanilər, Zalarilər dövründə də öz müstəqilliyini qoruyub saxlamışdı, lakin Şirvanın nüfuz dairəsində idi. Bu hissədə yerləşir Şəki. Və burada deməli 13-14-cü əsrlərdən Fəzullah Rəşidəddinin oğlu Cəlal tərəfindən idarə edilirdi. Burada 14-cü əsrin 30-cu illərindən isə Elxanilər dövləti zəiflədikdən sonra burada hakimiyyətə gəlibdi Oyrat sülaləsi. Oyrat sülaləsi tərəfindən idarə olunurdu. Biz Seyidi Əli və Seyidi Əhməd Şəki hakimləri haqqında deyək. Deməli, Teymurilərin birinci yürüşü zamanı Seyidi Əli ona tabe olmadı, boyun qaçırdı, lakin yenə də Şəki itaət altına alındı Teymurilər tərəfindən. İkinci yürüşü zamanı Seyidi Əli yenə ona tabe olmaq istəmədi. Hətta dedik ki, Əlincə qalasını müdafiə edirdilər gizli-gizli və bu zaman öldürüləcəkdi döyüşdə, Teymurilərlə döyüşdə. Üçüncü yürüşü zamanı isə Seyidi Əhməd İbrahimin vasitəçiliyi ilə hüzuruna çıxacaqdı Əmir Teymurun və ona tabeli olduğunu bildirəcəkdi. Və həmçinin də 7-ci Georgi Teymurla İbrahimin vasitəsilə sülh bağlayıbdı. Baxın, bunu belə yadda saxlayırsınız. Həm Gürcü, həm Şəki, həm də Şirvan. Bax, bu üçü həmişə dost olublar. Və İbrahim də ağıllı olduqlarına görə bunları yönəldibdir. Yəni düz yola çıxardıb da belə deyək. Və müttəfiqlik əlaqəsi saxlayıblar. Həm döyüşlərdə, həmçinin də Teymura qarşı bir olublar. Bugünkü dərsimiz bu qədər. Sağ olun.